Azerbaycan uğrunda, vətən uğrunda, bu milletin bugünü, sabahı uğrunda, evladlarımızın xoşbəxtliyi uğrunda ictimai televizyada bir döyüş gedir. Bu döyüşte sizin temsilciniz, halkın temsilcisi Profesör Cemil Həsənli gözlenilmez, dəqiq, ardıcıl zərbələri Azerbaycan'ı son 20 ildə işğalda saxlamış sülalə hakimiyyətini artıq sarsıdıb çıxılmaz vəziyyətdədirlər. Çaşkınlıq içindədirlər və ona görə də məcbur olublar çarəsizlikdən vaxtilə düşərgədə olmuş, əqidəsini, düşərgəsini satmış xəyanətkarları köməyə çağırıblar və xalqımız düşünür ki, bir halda ki, bu çarəsizlərin ümidi mənəvi şikəstlərə qalıb, deməli qələbə yaxındadır, qələbə mütləq olacaq, qələbə Cemil Həsənli ilə gələcək. Əziz xalqım, Cemil Həsənli cəmisi 12 dəqiqənin ərzində İlham Əliyevin 10 illik hakimiyyətini necə darmadağın etdi? Yalnız hakimiyyətin, İlham Əliyev ailəsinin korrupsiyası ifşa olunmadı. Onların xalqdan, milyonlardan gizlətdikləri bu korrupsiya əməlləri ifşa olunmadı. Həm də bu çıxışlarda xalqımıza ciddi mesajlar verildi. Bu mesajlar Azerbaycan'ın aile başçılarına idi. O aile başçılarına ki, onlar ahıl valideynlərinin qayğısına istədikləri kimi qala bilmirlər pulsuzluqdan. Övladlarına istədikləri təhsili verə bilmirlər. Onların vaxtında toyunu belə edə bilmirlər. Müalicə olunmaq üçün, təhsil üçün ağır faizli kreditlərə girirlər. İndi həmin ailə başçılarına Cemil Həsənli mesaj verdi. İllərlə sizdən uğurlanmış milyardlar, indi artıq milyardlar hamısı offshore şirkətlərdədir, holdinglərdədir, xaricdədir, bu ailənin adındadır. Oradadır sizin sərvətləriniz uğrunda mübarizəyə qalxın. Azerbaycan gəncliyinə mesaj verdi. Azerbaycan gəncliyinə söylədi ki, siz istediğiniz kimi təhsil alabilməyəndə, siz evsizlikdən, işsizlikdən, ailə həyatı qura bilməyəndə, sizin qızıl illəriniz bu hakimiyyətin hüquqsuzluğu şəraitində puç ediləndə, sizin haqqınız olan o neft pulları milyardlar şəklində, holdinglər, villalar, mülkiyyət şəklində sizin yaşıdınız olan prezident evladlarının hesabında toplanır. Qalx ayağa, sərvətinə sahib ol. Mesaj verdi. Ölkəsinin, vətənindən didərgin düşmüş bir parça çörək kazanmaqdan ötürü Rusiyanın, Ukraynanın, Türkiye'nin ağır işlerini görən ve ailesini burada başsız bırakmış insanlara söyledi bu mesajla. Siz bir tikə çörək üçün hayatınızı riske atarken her hafta, her ay Azerbaycan'a tabutlar gelince ama burada size çatası servetler tarmar edilir. Bəsdir dünyaya səpələndiniz. Bəsdir çörəyinizi başka ölkələrdən aktardınız. Gelin bu memlekete sahip olun. Bu servetlere sahip olun. Bu ülkeye sahip olun. Doğrunu seçin. Cemil Həsənli'ni seçin. Aziz xalqım, heç də 9 oktyabrda bizi çətin seçim gözləmir. Etiraf edək ki, bu seçim kifayət qədər asan seçim olacaq. Ona göre ki, bir tarafta yalnız özünün, ailesinin, var dövlətini hesaplayan, öz kürsüsü yakın oligark etrafı hakkında düşünen İlham Əliyev var. Bir tarafta ise onun karşılığında halkı için bütün hayatını yaşamış, hakimiyet herisi olmamış, bugün de namzədliyi
Birleşmiş muhalefet tarafından irəli sürülmüş Azerbaycan'ın nəhəng ziyalısı Cemil Həsənli var. Bu hiç de çetin seçim değil. Bu seçim hem de ona göre çetin seçim değil ki bir tarafta siz bırakın da Qarabağ uğrunda vuruşmağı, ateşkəsə kadar korkusundan Azerbaycan'a gelebilmeyen, hakimiyet atasından miras alandan sonra korkusundan bir defede halkın karşısına çıkıp rakipleriyle debat aparmağı bacarmayan, her zaman ya polisin ya da hansısa yaramazlar arkasında gizlenen İlham Əliyev var. O bir tarafta ise Şahın huzurunda gözünün içine onun korrupsiya emellerini, oğurluklarını cesaretle, merdlikle söyleyen, ittiham kimi söyleyen cesaretli ve mağrur Cemil Həsənli var. Siz de razısınız ki seçim kifayet kadar asandı. Eğer seçim bu kadar asandısa ve bu nəhəng ziyalı halkımız için bu kadar vicdanla, ləyaqətlə, cesaretle mübarizə aparırsa bizim de boynumuzun borcudur. Hamılıqla, ləyaqətli həyat uğrunda, adaletli cemiyet uğrunda, məsuliyyətli hükümet uğrunda, hamımıza beraber imkanları uğrunda qəti mübarizəyə qalxaq, ölkəmizə sahib olaq, oğrunu yox, doğrunu seçək, Cemil Həsənlini seçək, galib olaq ve biz de diyək ki, bizim milletimiz de bacardı. Eşq olsun bu uca millete, var olun. Deyir ki, iki tür ad olur. Elm adı, bir de var dövlət adı. Bugün bunlar var dövlət adıdır. Ama bizim namizədimiz elm adıdır. Tarih yazan, indi tarih yaradır. İlham bəsdir, Cəmil gəlir. Abbasını həbs eləmişlər yolda. İndi biz məlumat aldık ki, Tural Bey artık bırakıblar ve Tural Bey birazdan bizim aramızda olacak. Azadlık! Bu ülkenin insanının elinden her tür hüququ aldılar. Ben hayatım boyu yüzlerle mitinglerde iştirak etsem de bu benim cami ikinci çıkışım. Bir defa 1998 yılda vatan uğrunda dövüşmüş, ellerini, kollarını, ayaklarını, gözlerini yitirmiş Qarabağ Əlilləri Cemiyetine divan tutulandan sonra ben çıkış etmişim. Onda da hamınızı çağırmışam ki susmayaq. Biz onda sustuk. Ona göre biz bugüne düştük. Bu benim ikinci çıkışımdır. Ve asla benim çıkışım hardasa bana karşı olan haksızlıklara karşı değil. Bana karşı olan haksızlıklara ben hukuk çerçevesinde gücüm çattığı kadar mukavemet gösteririm. Genç de olsa isteğime nail olurum. 99'da vekillikten kovdular, 2005'te de o cür bərpa ettiler. 2010 yılda parlament seçkilerinde sesimi aldılar. Ama bu illerim Azerbaycan hakimiyeti Strasbourg'da benden uğurladıkları sesin hesabatını verirler. Ben özüme göre hiç vakit hiç kime ağız açmamışam. İkinci çıkışım neyle bağlıdır hürmetli vətənlərim? Bizim her birimizin hemin debatlarda gururumuzu, ləyaqətimizi, əxlaqi, mənəvi değerlerimizi taftaladılar. Debatlarda gösterdiler ki, güya Azerbaycan halkını hafizler, oruçlar temsil ediyor. Bunu da maksat yönlü edirler. Maksat yönlü edirler ki insanları seçkilerden iryandırsınlar.
Həmin o tədbirdə bütün varlığınla, həyat və yaradıcılığınla bu xalqa xidmət etmiş, ağır təbiətli, əxlaqlı, nəfsi tox olan, Azərbaycanı canı qədər sevən Cəmil Həsənlinin qismində bütün Azərbaycan xalqını təhqir etdilər. Mən ona görə buradayam. Bizlərə illərdir göstərirdilər ki, müxalifət düşərgəsi birləşə bilmir. Müxalifət düşərgəsi birləşdi. Bizlərə illərdir deyirdilər ki, lider yoxdur. İndi biz liderimizi görürük. Əxlaqlı, savadlı, vətənini, xalqını sevən və həmin debatlarda hər birinə göstərən ki, mən xalqımın səsini, hüququnu qorumağa qadirəm. O qədər şərəfsizlər Cəmil Həsənə hücum çəkdi. Cəmil müəllim öz sözünü dedi. Əziz həmvətənlərim, Afrikada Bokasso adlı adam yiyən prezident olubdu. O insanları yiyəndə ətrafını cəmləyərdi ki, ona baxsınlar, görsünlər və sussunlar. Həmin debatda Cəmil Həsənlini yeməyə düşdülər. Əli Əhmədov durub ondan həzz alırdı. Əgər biz buna sussaq, bizim yaşamaq haqqımızı müdafiə edə bilirik. Biz rəzil, kimsəsiz, qorxaq deyilik. Əziz həmvətənlərim, mən hüquqşünasam. Bilirsiniz ki, heç vaxt siyasətdə olmamışam. Bugün də buraya siyasətçi kimi gəlməmişəm. Bugün vətəndaş kimi gəlmişəm. Vətənim, xalqım, balalarım, öz şərəf ləyaqətim üçün gəlmişəm. Heç kimə yol vermərəm ki, onu təhqir etsinlər. Gələcəkdə məni dinləyəcək. Mənimlə hər məhkəmə çıxışından sonra qulağıma pıçıllayan prokurorlara, hakimlərə, məmurlara müraciət edirəm. Bu rəzil gündən əl çəkin. Bu yazıq gündən əl çəkin. Mənim qulağıma pıçıllamayın ki, bu bizlik deyil aslan. Biz səni kim ola bilmirik. Məni kim olun? Öz şərəf ləyaqətinizi qoruyun. Heç nəyə qadir olmayan, savadı olmayan, işi gücü olmayanlar qoşulur, mitinqə gedir. Mən bu hakimiyyətə deyirəm. Mən sizlərdən fərqli olaraq 16 yaşımda tək başına Rusiyaya getdim. Kuban Dövlət Üniversitetini kırmızı diplomla bitirdim. Sizdən fərqli olaraq 25 yaşında Rusiyada hakim oldum. 28 yaşında məhkəmə sədri oldum. Mən vətənimə görə qayıtdım. Və bu vətənimi kimlərinsə talan etməsinə yol vermək fikrində deyiləm. Çatdırım. Mən də bu günlərim işi olan, gücü olan fikir vermeyin vəkilliğimi əlimdən alırlar. 99'da aldılar, mən yenə ailəmi dolandırdım. Balalarıma dünyanın en yüksek təhsilini verdim. Oğlum Amerika'da biri Münyen'de kurtardı. Her bir qulluğunu çəkdi və bir mitingdədilər. Mənimlə bir yerdədirlər. Aziz həmvətənlərim, ben bu günlərim o sözü deyənlərə deyirəm. Benim işim var, gücüm var, dolanışığım var, evim var, maşınım var. Ben eş-işrafla məşğul olmuram, dolanacağım için her şeyim var. Ama ben ləyaqətimin, namusumu tapdalamağa heç kimə qoymayacağım. Hamınıza buna dəvət edirəm. Ben bu günlerim müxalifəti ittiham edenlere üzümü tuturam. Bir daha təkrar edirəm, heç kimə, heç nəyə ihtiyacım yoxdur, amma mən bu günlərim burada yığışmış müxalifət nümayəndələrini birinci növbədə mənim liderim Cəmil Həsənini müdafiə edirəm. Və hamını buna tutabilirim. Analogu olmayan bir ölkəyik. Ona görə ki biz
analog olan ölkə olsaydı, mən yenə deyirəm 30 ildir hüquqda işləyirəm. Hakim, məhkəmə sədri, prokuror olmuşam, amma mənim heç bir hüquq adım yoxdur. Nə namizədəm, nə doktoram. Siyavuş kimilər bu xalqı söyə-söyə doktor nauk olur. Bax, bu ayıbdır. Bu Azərbaycan xalqına, Azərbaycan elminə, Azərbaycan təhsilinə təhqirdir. Əzəm vətənlərim, mən məhkəmələrdə işə çıxıram. Azərbaycanda hüquq sistemində, məhkəmə sistemində baş verənləri onun bunun sözündən yox, konkret işlərdən bilirəm. Azərbaycanda sahibkarlığın məhv olmasını öz işimdə görürəm. Bir nəfər Azərbaycanda əmlak olan adam qalmadı. Hamısının əmlaklarından aldılar. Bir balaca əmlak olan xaricə qaçır ki, burada əlimdən alacaqlar. Bir balaca bacarığı olan gedir xaricdə biznes qurur ki, mən orada işləyim. Vətəndən hamını didərgin salırlar. Əzəm vətənlərim, bu yapla öyünürlər. Mən bu yapın 92-ci ildə bir mitingini görmüşəm. Yadınızdadırsa da, Murtuz Ələsgərovun başçılığı ilə yaş sensinlə bağlı miting keçirdilər Ali Sovetin qarşısında. Hacı Abdül gəldi 9 nəfər qoçsunla, dedi getməsən sizi döyəcəm. Hamısı tabanına tüpürdü, qaçdı. Yap, bugünlərim yap, bugün yap, yem ətrafına yığışmış Ferrarilərdir. Bir hissəsi Komünist Partiyasından, bir hissəsi AMİF'dən, bir hissəsi AXC-dən, bir hissəsi Musavat'dan, hamısı gəlir yem dalınca. Mən 15 yıl Rusiyada yaşamışam. Rusların belə bir yeməyi var, salyanka deyirlər. O salyankaya evdə heç nə olmayanda hamı qazan atır, kalbasanı atır, sasiskanı atır, çöreği atır, kələmi atır, biberi atır və olur salyanka. Və bu günlərim həmin o yap, həmin o salyankadır. Bizim hər birimizin ehtiyac duyduğumuz neft strategiyasından danışır. Rövnaq Abdullayev qürurla deyir ki, mən 20 milyard Avropaya yatırtmışam. Biz hamımız Bakıda yaşayırıq. Bakının ətrafında keçən əsrin əvvəllərində qurulmuş büyük kaçalkalardır. Bütün dünya müasir texnologiya ilə işləyir. Bizim pullar gedib başqa dövlətlərə qulluq edir. Bizdə isə keçən dövrdə qurulmuş salyankalardır. Mən bir daha məni eşidən və eşidəcək hər bir insana, hər bir fərdə şəxsi ləyaqət, qürur, namus hissi bilənlərə müraciət edirəm. Səsinizi qaldırın, susmayın, balalarınıza yazınız gəlsin. Bizim ömrümüz puç oldu, bizi milyonları dağıttılar, bizi acıyalamaz koydular. İndi milyonları, milyardları balalarına verirlər xaricdə. Onlar oxusun gəlsin, bizim balalara qul kimi baxsınlar. Ben sonuçta bir kəlmə deyirəm. Bunlar Qarabağ problemini həll etmək fikrində əsla deyirlər. Bir var Azərbaycan oligarxları, hansılar ki sizin mənim pulumu oğurlayıb oligarx olublar. Bir de var ermənilərin oligarxları, hansı ki azad bazar iqtisadiyyatında pul kazanıblar. Ben Avrupa'da, Amerika'da 100 dəfə olmuşam. Erməni oligarxları həmin pullara tek Sumqayıtla bağlı 5 film çəkdiriblər. Bizimkiler heç nə eləməyibdir. Ancaq həmin pullara eş işrat eləyirlər. Bir daha hamınızın səsinizi qaldırmağa çağırır. Gənclər, gödəkdələr olan gəncləri saxladılar. Və bölmədə biz soruşduq, niyə saxlayıbsınız? Deyir ki, üzərində oğru yazılıb. Deyir, oğrunu sən üzərinə niyə götürürsən? Söz sahibinə çatıb. Oğrulara yox, doğrulara səs vermək lazımdır. Səsimizi qaldırmadıqca, haqqımızı tələb eləmədikcə, bunlar Azərbaycana öz obyektləri kimi baxacaqlar. Bunlara elə gəlir ki, bunlar bu dövlətin sahibidirlər və biz kirayə işinləri. Biz onlara belə düşünməkdə səhv olduqlarını inşallah bu seçkilərdə, bu mitinglərdə, bu mübarizədə sübut eləyəcək. Və çox sevindirici haldır ki, bugün bu meydanın böyük əksəriyyəti gənclərimizdir.
Yaşları 18-25 arası gənclərdir. Və bu gənclər olan yerlər heç vaxt irəlçilər qabağa çıxa bilməz. Heç vaxt heydərçilər, ilhamçılar, mehribançılar qabağa çıxa bilməz. Eşq olsun Rəsulzadəçilərə, eşq olsun elçibəlçilərə. Əziz qardaş və bacılarım, hörmətli xanımlar və bəylər, biz sözsüz ki, həm təbliğatımızı qurmalıyıq, həm gələcək addımlarımızı yönətməliyik. Bu hökumət sizdən üyüdür ki, böyle 20. kilometrdən buraya icaza verdi mitingi keçməyə. Buradan milli şuriyat çox az qalır, milli məclisin qabağına. Oradan prezident aparatının qabağına ise 50 metr qalır. Bax, bu Cəmil müəllim aparıb orada oturur ki, bu hakimiyyət istəsə də, istəməsə də, o seçkilərdə saxtalıq eləsə də, eləməsə də, prezident Cəmil bəydir, qalib Cəmil bəy məşləşək. Sabah bürsün Ali Əhmədova şərəf ordeni verəcəklər. Çünki şərəfsizlər şərəf ordeni bu məmləkətdə alırlar. Sabah burada mənim hüquqşünas qardaşım Siyavuş Novruzov'dan danışdı. Burada insanların mitingidir, heyvanlara burada yeri yoktur. Ona göre de böyle bir insanların burada adı çəkilməyə də layiq deyil. Bizim burada Cəmil bəyin ətrafında danışırıq, Cəmil bəy deyəcəyik. Mən Bakıda yox idim, 18 dəqiqəlıq o debatlarda Cəmil bəy qələbə mıxını çaldı onlara. Kim bunu nə təristəyir, elə başa düşsün, amma söz ünvanına düz çatır. Çalınıb və çarda da bilməyəcəklər. Çox qəribədir ki, Cəmil bəyə orada bir sözdə gərək deyildi. Cəmil bəyin ətrafındakılar hamısı İlham Əliyevin siyasətini dəstəkləyir. Deməli, orada 8 dəqiqə İlham Əliyevə məxsusdur, cəmi 6 dəqiqə sizə məxsusdur. Gəlib vəkil sıfatında çıxış edirlər. Eybi yox Cəmil bəy, həmişə sürünün qabağında qotur gedər. Onlar da yapın qoturlardır. Qoy çıxsınlar qabağında. Bizim ilimizdir, en azı bizim namizədimiz, en azı bizim gələcək prezidentimiz Cəmil bəy Azərbaycana bir əxlaq gətirdi. Bir əxlaq dərsi gətirdi və əxlaq dərsini o yapçılardı, gökçülardı, kimsə onlara keçdi. Qalan özləri bilərlər. Çok sağ olun. Kur'anımızda deyir ki, Allah Teala insan yeryüzünün əşrəfidir. Siz Allahsızlık edirsiniz. Siz Azerbaycan halkını, sosyal teminatını, kaygısını göstermemekle ona Allahsızlık edirsiniz. Haksızlık edirsiniz. Hakkını yiyirsiniz. Artık videolarda başlıyor. Bir an mən Aksafa, Qazaq, Tovuz rayonları birləşdirən seçki toplantısında iştirak eləmişəm. Həmin toplantıda regionlarda fəaliyyət göstərən Musavat, Xalq Cəbhəsi, El Rəşəti, Klasik Xalq Cəbhəsi, Vətəndaş Həmrəliyi və digər partiyaların birgə bir mərkəzləri yaradılıb. Ziyalılar, gənclər onlarla bir yerdədirlər. Bir an o toplantıda çıxış eləyəndən sonra mən başa yola düşəndə onlar məndən xahiş edilər ki, bugünkü mitingə, Cəmil müəllimə, sizlərin hamınıza onların salamlarını çatdırır. Onlar dedilər ki, sizlərik, bir yerdəyik, axı kimi bu yola bir yerdə gələk şəhərində, hər bir regionda belə toplantılı gözlənilir. Oradan gələn sifarişləri biz birləşdirib, bir sözlə ifadə etsək, hamı bilir ki, o söz nədir? O söz bəsdir. İlham bəsdir. İlham bəsdir. Hamımız elliklə onu dəstəkləyirik. Hamımız elliklə uzaqlarla gelib ona səs verəcəyik. Və biz hamımız elliklə bir yerdən qələmə çalacağıq. Sağ olun. Bayaq mən qeyd elədim ki, bunlar bu ölkənin, bu xalqın dövlətini ideologiyasız bıraktılar. Çünkü o ideolojiye sahip değiller. Bizim milli ideolojiyamız var, bizim yolumuz var, bizim kitabımız var. Ama bunlar kitapsızdır. Kitapsız ise oğrular, oğruya yok, doğruya. Kardeşlerim, sizleri bu güzel günde salamlayıram. Yayla payızın değiştiği gündür.
və mən inanıram ki, həm də avtoritarizmdən demokratiya keçidin günü olacaq. Bugün 22 sentyabr tarixə düşəcək. Azərbaycan xalqının qəhrəman övladları, xanımlar, bəylər, gənclər, ağsaqqallar, eşq olsun sizlərə. Bugün hakimiyyət mitingində qarşısını almağa çalışıb, xeyli insanlarımızın qarşısını kəsib, gənclərimizi həbs ediblər, bayaq Tural bəy məlumat verdi. Ancaq heç bir qüvvə xalqın qarşısını kəsə bilməz, heç bir qüvvə azadlığın qarşısını kəsə bilməz. Ona görə də bizim qələbəmiz labüddür, biz qalib gələcəyik. Bizi partiya liderlərini adətən ittiham edirdilər ki, biz çox iddialı adamlarıq, öz iddiamızdan çəkilmirik, bir-birimizə və heç kimə güləşdə getmirik. İndi sözlərin dəyişiblər. İndi deyirlər ki, niyə bu adamlar iddialarından geri çəkilib, bir ziyalını, bir mədəni insanı qabağa verib onun arxasında qalıblar. Bu tamamilə yalandır. Əvvəla biz iddiamızdan geri çəkilməmişik. Çünki bizim iddiamız hakimiyyət iddiası, vəzifə iddiası deyil. Hətta prezident kürsüsü də bizim üçün iddia deyil, kiçik bir məsələdir. Bizim iddiamız Azərbaycanın xoşbəxtliyidir, Azərbaycan xalqının xoşbəxtliyidir. Bizim iddiamız azadlıqdır, ədalətdir. Bizim iddiamız Qarabağın azad edilməsidir, işğal olmuş torpaqlarımızın azad edilməsidir. Bizim iddiamız Azərbaycan vətəndaşının həqiqətli həyatıdır. Cəmil bəyi qarşıya verib onun arxasında gizlənməmişik. Biz Cəmil bəyin yanındayıq və biz Cəmil bəyə yönələn hər bir zərbəyə qarşı durmağa hazırıq. Cəmil bəyə deyən hər bir zərbəni üzərimizə götürməyə hazırıq. Bunu hər kəs bilsin, İlham Əliyev bilsin, onun adamları ətrafında deyik bilsinlər. Cəmil Həsənli tək deyil, Cəmil Həsənli bugün yalnız demokratik düşərgənin, Milli Şuranın deyil, bütün xalqın namizədidir, bizim namizədimizdir və biz onun arxasındayıq, onunla bir yerdəyik. Cəmil Həsənli çox qısa müddətdə bir çox həqiqətləri söylədi. Bu hakimiyyətin korrupsiya əməllərini ifşa etdi. Bu hakimiyyətin Əliyev rejiminin görməmişliyini ifşa etdi. Bu hakimiyyətin məmurlarının görməmişliyini ifşa etdi. Eyni zamanda Profesör Cəmil Həsənli bir yalanı da ifşa etdi. Hər zaman hakimiyyət nümayəndələri deyirdilər ki, ölkədə Əliyevlərə alternativ yoxdur. Elə məhz İlham Əliyevin növbəsində o prezident olmalıdır. Heç kim ona alternativ ola bilməz. Biz hər zaman söyləmişik ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, mübariz xalqdır. Bu xalq özünü idarə eləməyə hər zaman dəyərli vətəndaşlarını irəli verə bilər, seçə bilər və Cəmil Həsənli bunu sübut etdi ki, hətta xalq gözləmədiyi halda da bir ziyalı, bir ləyaqətli vətəndaş önə çıxıb, ölkənin bütün yükünü, problemlərin bütün yükünü üzərinə götürməyə hazır olduğunu bəyan edə bilər. Cəmil Həsənlinin bugünkü uğuru həm də bu baxımdan önəmlidir. Bu uğur Azərbaycan xalqının gücünü, Azərbaycan xalqının potensialını, Azərbaycan ziyalısının gücünü, Azərbaycan vətəndaşının gücünü göstərir. Ona görə də eşq olsun Cəmil bəyə. Namizədlərin əksəriyyəti bizim namizədə Cəmil Həsənliyə və onun təmsil etdiyi qüvvələrə, şəxslərə, onun təmsil etdiyi xalqa əsnə qarşı hücum etdilər. Hətta ləyaqətsizcəsinə ailə söhbətlərinə də qarışdılar. Və əvəzində Cəmil bəyin sərrast, təmkinli, cəsarətli və dəqiq ittihamlarını həzm eləmək əvəzinə güya aliyə hücum kimi qiymətləndirdilər. Ancaq onların ləyaqətsiz hərəkətindən fərqli olaraq Cəmil müəllimin addımları, hərəkətləri, ittihamları hər hansı bir şəxsin ailə işlərinə qarışmaq deyildi. Cəmil bəy birbaşa hədəfi vururdu. Biz nə etməliyik ki, bugün Azərbaycanda hansı korrupsiya əməli araşdırılırsa, həmin korrupsiya əməlinin arxasından İlham Əliyevin ya özü, ya onun ali üzvləri çıxırlar. Buna görə kim cavab deyildi? İlham Əliyevin özündən və yaxınlarından başqa. Biz nə etməliyik ki, Dubay mülkləri də, 48 milyardlıq ofşorlarla uğranan pullarda da, Gədəbəydəki qızıl mədənində də, Kaşeni məsələsində də, bir çox başqa məsələlərdə də bu ailənin İlham Əliyev başda olmağından adı keçir. Dünənki debatda deyirlər ki, haransa kitab tapıblar, Kaşeni səmdimə dünyanın məşhur 100 avantüristindən biriymiş. Olsun, kim etiraz edirdi? Kaşeninin avantürist olduğu, cinayətkar olduğu heç kimə sir deyil. Ona görə də Kaşeni bugün Amerikada həbsdədir, məhkəmə qarşısında cavab verir.
Amma söhbət orasındadır ki, Heydər Əliyev və İlham Əliyev niyə uzun müddət bu avanturistlə, bu fırıldaqçı ilə bir yerdə biznes qururdular? Niyə onun vasitəsilə başqalarını alladıb, onlardan rüşvət olaraq pul alırdılar? Məsələ bundadır. Azərbaycanda bir fond var, Heydər Əliyev fondu. İldə 5-10 dənə məktəb bitirirlər, 5-10 dənə məktəbi təmin edirlər, 1-2 xəstəxana təmin edirlər, 1-2 bu cür sırqapara işlər görürlər. Xarici ölkələrdə muzeylərə, müxtəlif tarixi binalara olan təmirinə milyonlarla pul ayırırlar. Anladıq. Hər halda nə də olsa Azərbaycanın adıdır. Amma bu fondun pulu hardandır? Bu fondun xərcləri haqqında az da olsa məlumat verilir. Bəs bu fondun gəlirləri var da niyə məlumat verilir? Və bizim haqqımız varmı ki, bu fonddan şəffaflıq tələb edəyək? Əlbəttə ki, var. Və əgər bu fondun rəhbəri İlham Əliyev xanımıdırsa biz nə edək? Deyək ki, bu fondun rəhbəri bilavasitə İlham Əliyev özüdür. Özləri bilsinlər. Açıqlasınlar, qoysunlar ortalığa ki, fondun rəsmi rəhbəri kimdir, həqiqi rəhbəri kimdir, fondun pulları haradan gəlir, hara gedir. Bunları açıqlasınlar, o zaman da başqa söhbətlərə ehtiyac qalmaz. Bütün bu həqiqətlər açıqlanmalıdır. Və bizim namizədimiz, bizim tələbimizlə hakimiyyət bu məsələləri açmağa məcbur olacaq. Açmayacaqsa, biz özümüz bütün bu həqiqətlərin bilinməsinə, xalq tərəfindən bilinməsinə nail olacağıq. Bugün bizim mitingimiz Məhsul stadionunda keçir. Pis yer deyil, yaxşı yerdir. Amma ilk dəfədən 10 minlik demişdik, artıq burada iştirakçıların sayı 10 mindən çoxdur. Biz ilk dəfədən bu rəqəmi aşdıq və artıq gələn mitinglərimizdə artıq 20 min, 30 min, 50 min, 100 min insanlar olacaq. O insanlar axıra yerləşməyəcəklər. Odur ki, hakimiyyət bu davranışına son qoyub, azadlıqları hər birimizə, bütün xalqa azadlıq verilməsi zərurəti ilə barışmalı olacaq. Bugün burada bizim dostlarımızın siyasi məhdudlarının adı çəkildi. Onların hamısını mən buradan salamlayıram. Müsavatdan Tofiq Yağublu ilə Yadigar Sadıqov, Xalq Cəbhəsinin bir çox üzvləri, Real Hərəkatından İlqar Məmmədov, gənclərdən Nida Təşkilatının gənc liderləri, Rəşadət bəy, Üzeyir bəy, Rəşad bəy, Zaur bəy, İlkin Rüstəmzadə yaddan çıxır, nə olsun, Azərbaycan Gənclik Təşkilatı da gözəl bir gənclik təşkilatıdır, Nida ilə bir yerdə mübarizə aparır. Bizim inanclı kəsimin görkəmli nümayəndələri, ağsaqqalları, Mövsüm Səmədov, gənc liderləri, Talih bəy, Hacı Talih və digərləri bugün həbsdədir. Təcrübəli həbsə atdığı Əli İnsanov kimi insanlar var ki, onlar da bugün xalqı müdafiə edirlər, onlar da ötən dövrün səhvlərini qəbul ediblər və onlar da Cəmil Həsənliyə səs verməyə çağırırlar hamını. Və mən bütün bu həbsdə olan dostlarımızı, silahdaşlarımızı, xüsusən gənc dostlarımızı salamlayıram. Onlara deyirəm ki, möhkəm olsunlar, hər zamanki kimi möhkəmliklərinə davam eləsinlər. Onların azad olacağı günə çox az bir zaman qalır. Artıq Profesör Cəmil Həsənli, İlham Əliyevin qapısından 3 cavabsız top keçirilibdir teledebatlarda. Necə ki, bugün 10 mindən artıq insan bu Məhsul stadionunda hər birinin gəlişi hakimiyyətin qapısına bir qoldur. Və mən inanıram ki, bu qollar davam edəcək və 9 oktyabrda biz bu hakimiyyətin qapısını tamamilə tarmar edəcəyik və xalq qalib gələcək, demokratik düşərgə qalib gələcək, Cəmil Həsənli qalib gələcək. Burada dostum İskəndər bəy İlham Əliyevə 2 variant təklif elədi, hər ikisi gözəldir. Amma mənim İlham Əliyevə bir təklifim var. Biz bilirik ki, Cəmil bəy bütün xalqın prezidenti olacaq, İlham Əliyev də prezidenti olacaq. Ona görə də Cəmil müəllimin seçki kampaniyasının üzvləri kimi, nümayəndələri kimi mənə elə gəlir ki, biz Azərbaycanımızın bütün vətəndaşlarına diqqətlə, qayğı ilə yanaşmalıyıq. Onların da maraqlarını nəzərə almalıyıq. Və mən hər zaman Heydər Əliyevin, İlham Əliyevin istefasını tələb etmişəm. Bu ailənin qısa fasilələrlə 40 ildən çox Azərbaycanda hakimiyyətdə olmasını Azərbaycanın faciəsi hesab etmişəm. Buna görə də bu adamların istefasını tələb etmişəm. Ancaq mən bugün təklif edirəm ki, İlham Əliyevin
dövlət başçı vəzifəsindən yox, başqa bir vəzifədən istefa versin. Prezidentliyə namizədlikdən istefa versin. Namizədliyini geri götürsün. İstefa! Mən bu təklifi tam ciddi eləyirəm, tam səmimi eləyirəm. İlham, namizədliyini götür. Bu sənin özünə lazımdır. Əvvəla sənin 3-cü dəfə prezident olmağa hüququn yoxdur. İkincisi sənin 10 il bu dövlətə başçılıq eləyəndən sonra, Azərbaycanın heç bir problemini həll eləməyəndən sonra, Qarabağımızın bir qarışını azad eləməyəndən sonra hakimiyyəti iddia eləməyə mənəvi haqqın yoxdur. Ona görə də namizədliyini geri götürür. Siz də bu İlhamla bir də söhbət edin. Mən İlhama təklif edirəm ki, namizədliyini geri götürsün. Azərbaycan xalqının naminə geri götürsün. Ancaq Azərbaycan xalqını bu adam sevmirsə, qədrini, qiymətini, dəyərini bilmirsə, özünü düşünərək namizədliyi geri götürsün. Bir dəfə ömründə düzgün qərar qəbul etsin. Xalq üçün də, özü üçün də düzgün qərar qəbul etsin. Düşünün, İlham sən də düşün. Sən bugün namizədliyi geri götürsən, ortada rəsmən 9 namizəd qalacaq və hamı da bilir ki, əslində bir namizəd qalacaq. Hakimiyyəti iddiası olan bir namizəd qalacaq. Və İlham, sən əgər namizədliyini geri götürüb, imkan versən ki, ölkədə normal seçki keçirilsin, bilirsən ki, normal bir seçkidə demokratik düşərgənin, xalqın namizədi qalib gələcək, Profesör Cəmil Həsənli qalib gələcək. Və bu Azərbaycan üçün bu ağır vəziyyətdən, bu dərin böhran vəziyyətdən çıxmaq üçün gözəl bir imkan olduğu kimi, İlham, sənin özün üçün də yaxşı bir imkan olacaq ki, bu addımı atasan, özün də bu vəziyyətdən çıxa biləsən. Ona görə də mən İlhama bu imkan haqqında düşünməyə təklif edirəm və tam ciddi, tam səmimi və tam rəsmi şəkildə təklif edirəm. Amma təəssüf ki, təcrübədən bilirik ki, onlar bizim ağıllı təkliflərimizi, səmimi təkliflərimizi heç bir zaman qəbul eləməyiblər. Ona görə də yenə də hər şeyi xalq həll edəcək, hər şeyi siz həll edəcəksiniz. Ona görə də mən sizi bu mübarizədə iştirakı davam etdirməyə çağırıram. Seçki gününə qədər işləməyi, fəaliyyət göstərməyi, namizədimizi təbliğ eləməyə, xalqı seçkiyə, mitinglərə, görüşlərə səsləməyə çağırıram. Və 9 oktyabrda hamımız bir nəfər kimi seçkiyə gəlib Cəmil Həsənliyə səs verməliyik, oğruya yox, doğruya səs verməliyik və qalib gəlməliyik. Biz qalib gələcəyik. Azərbaycanda Cumhuriyyəti Rəsulzadə qurubdur. Azərbaycanda Cumhuriyyəti Elçibəy bərpa edibdir. Və indi Azərbaycanda avtoritar demokrasiya keçidi Cəmil müəllim təmin eləyəcək. Biz təmin eləyəcəyik, siz təmin eləyəcəksiniz. Biz qalib gələcəyik. Tanrı sizləri qorusun, Tanrı Azərbaycanımızı qorusun. İnşaatçılar metrosunun yaxınlığında polis kordon yaradıb və vətəndaşları bura gəlməyə qoymurlar. Çəkilin yoldan, atın milletin önünü. Bu mübarizə ona görədir. Əks halda biz qarşı durmalarsız, normal qaydalarla hüquq sisteminə sayğı göstərərək bir demokratik seçki keçirə bilərdik. Amma sizin iddialarınız, sizin az gözlüyünüz imkan vermir. Bu ölkədə avtoritarizmlə demokratiya keçid, zülm və zillət bahasına başa gəlir. Bütün bunların kökündə duranlar sizlərsiniz. Bu sizin həbsinizdir, var-dövlət istəyinizdir. Heç bir lider, öz xalqını sevən lider, ona saygı duyan lider 2 dəfədən artıq bu ölkəyə, bu xalqa qeyri-qanunu liderlik etmə iddiasına düşə bilməz. Bunun üçün xalqından uzaq düşməlisən, dəyərlərdən uzaq düşməlisən, azgöz olmalısan, çox pul istəməlisən, çox hakimiyyət istəməlisən, vətəndaşı əzməlisən, boğmalısan, represiya eləməlisən, hüquqlarını əlindən almalısan. Amma milli qüvvələr buna imkan verməyəcək və ona görə biz bugün deyirik ki, bəsdir və mitingimizin bu hissəsində isə İlham bəsdir, Cəmil gəlir. İlham bəsdir, Cəmil gəlir deyəcəyik. Bəsdir, Cəmil gəlir. Xidmətini göstərmirsən, sonra hərbi xidmətə aparıb öldürürsən, amma cavab vermirsən. Ona görə də biz deyirik ki,
Ey 18-ci ildə çağdaş bir cumhuriyyət qurmuş, qurucu babaların şərəfli varisləri, bugün Azərbaycanda bir mübarizə gedir. Haqla haqsızlığın mübarizəsi, ədalətlə ədalətsizliyin mübarizəsi, xeyrlə şərin mübarizəsi, milli qüvvələrlə antimilli qüvvələrin mübarizəsi. Bu mübarizədə biz varıq, bu mübarizədə biz qalibik. Gedəcəyimiz yol, milli hədəflərimiz bəllidir. Bu yolu biz sizlərlə birlikdə gedəcəyik. Qələbədə miting keçirdirik, qələbəyə yetişəcəyik. Ve istibdad rejiminin axırına çıxacağıq. İnşallah. Emin olabilirsiniz ki, ölkəmizdə ədaləti bərpa edib, milletimizin hüquqlarına çatmaq uğrunda şərəfli bir mübarizə yolu gedəcəyik. Millət yoludur, haq yoludur tuttuğumuz yol. Ey haq yaşa, ey sevgili millət yaşa, var ol. Müəyyən etdiyi yol milli dirilik yoludur. Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn eləmək istəyirdi. Sizlər toplandınız bu meydana, milli şuriyə dəstək verdiniz və bu dəstəyinizlə sübut etdiniz ki, biz diriyik, biz ölməmişik, biz gəlirik, biz millətik. Azadlığa təşna olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanları olan gənclərimiz, ey gözü yaşlı əsgər anaları, bilin ki, bu ölkədə ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə çatacaq. And olsun şərəfimə ki, qara gündü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zulmün davamında dayanmalıyıq. Əlinin bir kəlamı var. Zulmü görüb ona etiraz etməmək, zalimin yanında olmaq deməkdir. Xeyrin yanında olun, ədalətin yanında olun, zalimin yanında olub, bu dünyanın xeyirlərinə aldanmayın. Zalimi barmaqla göstərmək lazımdır. Zulmün kötücün vətənimizdən çəkmək lazımdır. Bunlar bizim gözəl vətənimizi əraziyə, şərəfli millətimizi əhaliyə çevirməyə cəhd edirlər. Millət öz iradəsini qoymalıdır ortalığa. Qəddin düzəltməlidir, içində təpər tapmalıdır. Göstərməlidir ki, bu ölkənin sahibi mənəm, mən xalqam, 100 illik demokratiya yolu keçən bir xalqam. Baxınız, baxınız, millətimiz yaşlandıqca həbsdə olanlarımız gəncləşirlər. Həbsdə olanların yaş həddinə baxın kimlərdir? Əgər 10 il əvvəl, 15 il əvvəl biz yaşlı adamları həbsdə görürdüksə, bu günləri bizim dəyərli dostumuz İlqar Məmmədov, Azərbaycanın intellektual səviyyəsinin göstəricisi, iradə nümayiş etdirən Tofiq Yaqublu, Yadigar Sadıqov, Qurban Məmmədov, nidaçı dostlarımız, bizim gənclərimiz və nəhayət imanlı vətəndaşlarımız. Baxınız, bu adamların günahı nədir? Bu adamların günahı Allah sevgisidir. Bu adamların günahı Allah sevgisinə, vətən sevgisini qatmaqdır. Talih Bağırzadə, Abigül Süleymanov, Mövsüm Səmədov, onlarla imanlı vətəndaşlarımız bugün məhbus həyatı yaşayırlar və nə üstündə tutublar? Bu hökumət o qədər narkomaniya uyub ki, indi narkotika Azərbaycan hüquq sisteminin
simasını müəyyən edən bir maddəyə çevrilibdir, bir ittihamnaməyə çevrilibdir. Ağır olsun bunlara. Ey Azərbaycan demokratiyası, qəddini düzəlt. 20 ildir bunlar hakimiyyətdədir. 20 metr torpağın azad edilmədi. Bir ölkənin ərazilərinin düşmən tapdağı altında qalmaq üçün 20 il çox vaxtdır. Gəlsin məndən debata, izah eləsin ki, 10 il müddətində bu vətən torpağının niyə 1 metri azad olunmadı? Korrupsiyoner hökumət torpaq azad edə bilməz. Korrupsiyoner hökumətin içində vətən sevgisi ola bilməz. Bunlar Qarabağ problemində hakimiyyətdə qalmaq üçün bir vasitəyə çevriliblər. Bunlar dünyaya mesaj verirlər ki, görürsünüz ki, biz öz torpaqlarımızı azad etmirik. Azərbaycan torpaqları sizin gücünüzlə, sizlərin iradəsi ilə, sizlərin rəşadəti ilə azad ediləcək. Eşq olsun sizlərə. Azərbaycan təhsili, Azərbaycanın sosial həyatı, Azərbaycanın səhiyyəsi nə gündədir? Böyük səhiyyə potensiyalı olan bir ölkənin səhiyyəsinə etimad etdi. İndi burnu qanayandan tutmuş parmağı qanayana qədər imkanlısı Avropaya, imkanlısı İranın sərhədyanı şəhərlərinə dağılır. Azərbaycan səhiyyəsinə etimadsızlığı öldürən bu pərsiz hakimiyyətə ar olsun. Bu formada bunlar seçki təşkil ediblər. Bir vaxtlar 4 ay qabaqdan seçki başlanırdı. 60 gün orada ancaq aktiv seçki təbliğatı gedirdi. İndi onu 2 aya indiriblər, seçki təbliğatını 21 günə indiriblər. Niyə 21 günə? Çünki bu 21 rəqəmi hakim rejimə çox yaxın bir rəqəmdir. Daim istifadə etdiyi rəqəmdir. Demokratiyanın limiti 21 günə indirilib. Demokratiyanın limiti 3 dəfə azaldılıb. Bu seçki deyil, seçki görüntüsüdür. Seçki adı altında keçirilən bir həqarətdir. Bu millətə həqarətdir. Onun demokratik ənənələrinə həqarətdir. Onun haqqına və hüququna həqarətdir. Mən bu tribunadan elan eləyirəm. Hafiz Hacıyev kimi birisin prezidentliyə namizəd etmək bu millətə həqarətdir. Azərbaycan xalqın təhqir edənlərə ar olsun. Belə adamlar vasitəsilə Azərbaycan millətinə tüpürənlərə ar olsun. Qoy onlar utansınlar, öz əməllərindən utansınlar, oğurladıkları pullardan utansınlar, xalqın fəlakətini üzərində qazandıkları pullardan utansınlar. Bu hakimiyyət getməlidir. Ona görə getməlidir ki, bu hakimiyyətin 10 ildə qurduğu piramidanı Milli Şura 10 dəqiqəyə dağıtdı. Mif yaradırdılar ki, sülalə hakimiyyətindən başqa Azərbaycanın çıxış yolu yoxdur. Bizim ölkəmiz tarixə demokratik dövlət nümunəsi olmaq səhifəsini yazıbdır. Heç kəs bizim ölkəmizi Şimali Koreya modelinə apara bilməz. Heç kəs bizim ölkəmizdə heykəllər əkməklə bu ölkənin demokratiyasına həqarətlə baxa bilməz. Heç kəs bu ölkənin demokratiya tarixinin üzərindən xət çəkə bilməz. Ona görə də bunlara baxanda dahi Hüseyin Cavidin dahiyanə sözləri yada düşür. Nə əcayib sürü yahu bunlar, öndə rəhbərlik edir meymunlar. Sizinle gurur duyuyoruz. Rəqsi təqdim ediyor aksaklar,
əzəmət düşkünüdür alçaqlar. Xalqı basmış qabalıq, yaltaqlıq, yüksəliş varsa fəqət alçaqlıq ölkəmizi demokratiyalı yoluna çıxardır. Milli Şura bu mübarizənin önündədir. Mən bu mübarizənin önündəyəm. Heç kəsdən təmənnam yoxdur məndən qabağa keçsin. Hamıdan ricam ondan ibarətdir ki, arxamızca gəlsin. Gedəcəyimiz yol haqq yoludur, millət yoludur. Qoy bu yol yaşasın, bu yolu gedən şərəfli insanlar yaşasın, millətimizi bu əsarətdən qurtaraq, millətimizi haqqına qovuşturaq. Yaşasın, uca millətimizlə tarix yaradın. Taleyinizi səsinizlə yazın. Gedəcəyiniz yolu müəyyən edin. Vətənimizi və özünüzü qurtuluş haqqını özünüzdə saxlayın. Bu vətəni də qurtarın, özünüzü də qurtarın. Bu millət daim qul ola bilməz. Bunlar bizləri, sizləri özlərinə nökər hesab edirlər. Gələcəkdə də övladlarımızı öz övladlarına nökər hazırlayırlar. Qurtulmaq lazımdır bu nökərçilikdən. Millətin içində olan iradə ortada olmalıdır. Haqq uğrunda mübarizə, ləyaqətli həyat uğrunda, demokratik cəmiyyət uğrunda mübarizə, milli mübarizəmizin əsasını təşkil edir. Yaşasın millətimiz, yaşasın xalqımız, yaşasın demokratiya. Milletin milli iradəsi o zaman qalib gələcək ki, meydanda daha çox olacağız. Heç debata da çağırmırıq. Çünki o 20 ildir danışacaq adamlarla debat eləyibdir. Biz ona deyirik ki, get öz-özünə monoloq elə, öz-özündən danış, öz sabahını düşün, keçmiş tehditlərini düşün. Bizə sənin debatın da lazım deyil. Sən bizə hər gün etdiklərindən, 40 islahatlarından bizə qoyduğun qiyməti göstərmirsən. Sən bizə öz layiq olduğun insanlarla etdiyin debatlarda kim olduğunu göstərmirsən. Çeşitli silahları və ölkəni tərk edən barədə cəmiyyətdə